keçmiş dövrlərdən müəllimlərin bizə dedikləri söz ki, bu uşağın başı var, amma oxumur. Mənim diqqətimi cəlb elədi oğlumda xüsusi öyrənmə çətinliyi ki, niyə mənim oğlum digərləri kimi öyrənə bilmir? 2-ci, 3-cü sinifdə oxuyurdu. Mən oğluma bildirdim ki, dəcəllik eləmişdi, dərsləri də geri qalırdı. Mən oğluma belə bir ifadə işlətdim ki, oğlum, papağını qabağına qoy, yaxşı fikirləş. Və otaqdan çıxdım, daxil olanda gördüm ki, oğlum həqiqətən də papağını qarşısına qoyub belə düşünür. Vəfa xanım, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Necə hiss edirsiniz? Hal-hazırda gözəl hiss edirəm, gözəl payız gündür, qəşəng hava var, özümü yaxşı hiss edirəm. Əla. Vəfa xanım, təşəkkür edirəm gəldiyinizə görə əvvəlcədən. Minnətdaram mən sizə. Çünki bizim bu dəqiqə əhatə edəcəyimiz mövzu çox da bilinməyən bir mövzudur. Mən bu mövzunu ilk dəfə deyəsəm bir Hind filmində görmüşdüm. Bilirsiniz o Hind filmini? Yerdəki ulduzlar. Yerdəki ulduzlar. İndi onun yeni versiyası çıxıb, Yerdəki super ulduzlar. Onu görmüşsünüz? Yox, izləməmişəm. Mən izləməmişəm, bir hissəsini görmüşdüm. Disleksiyadan danışırıq biz bugün. Amma mövzuya keçməzdən əvvəl sizi tanımayanlar üçün istəyərdim ki, özünüz haqqında məlumat verirsiniz. Mən Vəfa Əhmədova, 38 yaşım var, 4 övlad anasıyam və eyni zamanda təlimçi, xüsusi pedaqoq kimi fəaliyyət göstərirəm. Disleksiya mütəxəssisi kimi, praktik mütəxəssis kimi hal-hazırda uşaqlarla çalışıram, xüsusi öyrənmə çətinliyi olan uşaqlarla. Eyni zamanda da bu praktikaları, bilik bacarıqları müəllimlərlə də bölüşürəm, hansı ki, ibtidai sinif müəllimləri, məktəbə hazırlıq, məktəbə qədər, eyni zamanda uşaq psixoloqları və hətta son illərdə valideynlər də təlimlərə qoşulur. Bu çox gözəl bir təşəbbüsdür valideynlər tərəfindən. Bu o deməkdir ki, dama-dama görürlər. Artıq disleksiyalı uşaqlara, disleksiyaya bir dəstək fayda yavaş-yavaş özünü göstərir. Vəfa xanım, nədir disleksiya? Disleksiya, öncə xüsusi onu qeyd etmək istəyirəm ki, zəka ilə əlaqəsi yoxdur. Yəni, normal və üstün zəkalı uşaqlarda görülür. Disleksiya bir xüsusi öyrənmə pozuntusu, xüsusi öyrənmə çətinliyidir. Yəni, uşaq öyrənə bilir, yəni uşaq ağıllıdır, valideynlərin dilinə desək, uşaq ağıllıdır, amma tənbəldir. O başı var, götürmür budur. Bəli, başı var, götürmür qrupuna aid olan uşaqlar demək olar. Başı var, çalışmır. Başı var, oxumur, başı var, öyrənmir. Bu dövrlərdən də, keçmiş dövrlərdən də müəllimlərin bizə dedikləri söz ki, bu uşağın başı var, amma oxumur. Mən onu bir təsəlli cümləsi kimi görürdüm, elə bilirəm ki, bəs gəldim, müəllim deyirsə başı var, oxumur, deməli başına nə yedi, yəni verim özü oxumurdu, mən bir də əmək əsla belə deyil. Bunun valideynlər tərəfindən mənim uşağım niyə tənbəldir, mənim uşağım niyə öyrənmir, mənim uşağım niyə başqaları kimi irəliləmir, niyə dərsi gec götürür, niyə oxuya bilmir, yaza bilmir, hesablamağa çətinlik çəkir. Bu çox böyük ehtimalla disleksiya şübhəsini artırır. Disleksiya olmaya da bilər, yəni hər oxuyub öyrənə bilməyən uşaq disleksiyalıdır deyə bilmərik. Disleksiyalıların mən deyərdim ki, zamanı ehtiyacı var. Bugün bir uşaq 2 hərfi belə deyim, 10 günə, bir həftəyə tam mənimsəyə bilirsə, birləşdirə bilirsə, oxumağa addım ata bilirsə, disleksiyalılar da bu zaman ala bilər. Disleksiyanın zamanı ehtiyacı var. Yəni, xüsusi pedaqoji yanaşma və biraz da zaman lazımdır, valideyn dəstəyi lazımdır. Mən biliyim ancaq o film qədərdir. Yəni, oradan stat gətirib deyəcəm. Orada belə bir şey görmüşdüm ki, hərflər deyəsən qarma-qarışıq görürlər, ya rəqəmləri qarma-qarışıq görürlər, fokuslana bilmirlər, ya başları qarışır. O, praktiki olaraq şagirdə necə özünü göstərir, uşaqda necə özünü göstərir? Bax, bunu necə görür o dünyanı, belə görür? Bunu qeyd edə bilərəm ki, disleksiya xüsusi öyrənmə pozuntusu desəyim 5-də xüsusi öyrənmə pozuntusu kimi qeyd olunur və bu neyroinkişaf pozuntusudur. Beyinlə əlaqəli bir proses var burada və bu hərf qarışdırma bunu 1896-cı ildə William Pringle Morgan, göz cərrahı, 14 yaşlı uşağın üzərində bir məqalədə British Medical jurnalında qeyd eləmişdi ki, müraciətlər çox olur və uşaqların oxumasında, görməsində qarışdırmalar çox olduğu üçün və burada şübhələniblər ki, uşağın gözündə problem var, yəqin ki, düz görmür. Amma bu belə deyil. Cərrah bunu məqalədə də qeyd edib ki, mən bunu bir xüsusi öyrənmə çətinliyi, disleksiya, söz korluğu kimi qeyd edib, söz korluğu kimi qeyd edib. Necə ki, uşaqların sanki 6-nı 9 kimi, 9-u 6 kimi yazır və yaxud oxuyur. 4-ü 7 kimi, 7-ni 4 kimi, eyni ə kimi, ı-nı i kimi, bu kimi əsasən də q-ğı hərflərini b, p, q,
p, daha doğrusu b-d hərflərini qarışdırırlar. Burada disleksiyaların belə bir ifadə güzgü effekti ilə görmə. Sanki güzgü effekti ilə görür. Ona görə də biz disleksiyanın korreksiyasında da güzgülərdən istifadə edirik. Bu həm oxunun korreksiyasında istifadə olunur, eyni zamanda da uşağın özünə inamını, özünə güvənini artırmaq üçün bir neçə metodlar var ki, belə istifadə edirik. Yəni bu ani dalğalanmalar, donmalardır. Disleksiyalılar hər zaman da qarışıq görmürlər. Müəyyən anlarda donma yaşayırlar və təkrar fokuslananda onu doğru şəkildə görə bilirlər. O Yerdəki Ulduzlar filmində də misal üçün mənim də nəzərimə yadıma düşür ki, müəllim deyir 6 vur 9, yoxsa 3 vur neçə deyirsə, uşaq deyir, uşaq belə düşünür ki, o gəlir 6 vurur 9-u və o 9 uçur. Yəni məcaziliyi də vurma ifadəsini də anlamaqda çətinlik çəkirlər. Və onun uşaq da pəncərənin yanında əyləşir. Baxın, disleksiyalıların pəncərənin yanında əyləşməsi belə onların diqqətini yayındırır. Və təzədən kitaba, dəftərə fokuslanmağının qarşısını alır, halbuki yenidən səhvlər eləyəcək. Yəni sinif şəraitində də buna ciddi şəkildə nəzarət eləmək lazımdır. Müəllim məlumatlı olmalıdır, müəllim maarifli olmalıdır ki, düzgün yola versin və bu qarışdırmalar daha az özünü göstərsin. Vəfa xanım, məktəb vaxtı riyaziyyatım güclü olmayıb və xüsusən bu trigonometriya bölməsini biləndə hüsran yaşadım, belə deyim. Çöktüm, ağladım ki, mən bunu başa düşə biləm. Beynim basmırdı niyəsə. Müəyyən yerə kimi gedir, ondan qalan hissəsi beynim algılaya bilmir. Bu da disleksiya növüdür, yoxsa elə mənim riyaziyyat öyrənmə bacarığım bu qədər. Xüsusi öyrənmə pozuntusunun alt sahələri var, hansı ki disleksiya, disqrafiya və sizin qeyd etdiyiniz kimi diskalkuliya. Amma biz hər əlamətə görə uşaq disleksiyalıdır, diskalkuliyalıdır və yaxud disqrafiyadan əziyyət çəkir deyə bilmərik. Bunun üçün biz təməldən, dünyaya gəlməmişdən öncədən biz anamnez toplamalıyıq, valideyndən məlumat almalıyıq və o ana qədər gəlməliyik. Ondan sonra deyə bilərik ki, bu disleksiya şübhəsidir, yoxsa yox. Hər çətinlik disleksiya deyil əlbəttə ki. Amma nə qədər zamanında və düzgün yanaşma olsa, o qədər daha tez korreksiya etmiş olaraq, daha çox üzərinə düşmüş olaraq və daha uşağın gələcəyini sağlam şəkildə qurmuş ola bilərik. Ona görə də artıq uşaqlar 1-ci sinifdə çətinlik çəkirlərsə, artıq oxuda, yazıda, hesablamada böyük çətinliklər çəkirlərsə və valideynlər dəstək göstərir və irəli gedə bilmirsə uşaq, mütləq mütəxəssisə müraciət etməlidirlər və bunun səbəbini araşdırmalıdırlar. Bəlkə disleksiya deyil, düzgün pedaqoji yanaşma yoxdur. Bəlkə uşağın psixoloji sferası aydınlanmalıdır. Mütləq ki, erkən, mən hər zaman bunu qeyd edirəm, disleksiyanın dərmanı yoxdur. Amma disleksiyanın dərmanı zamanında düzgün yanaşma disleksiyanın dərmanı ola bilər. Yəni uşağın potensial bacarığını daha yüksək səviyyədə biz inkişaf etdirə bilərik. Amma uşağın üzərinə düşmədikdə keçər, öyrənər, 1-ci sinifdə, 2-ci sinifdə bu şəkildə yanaşanda artıq həm valideynin maddi, mənəvi, psixoloji, eyni zamanda uşağın da mənəvi tərəfdən, psixoloji tərəfdən sarsıntıları çox olur. Və əlbəttə ki, daha çox zamana ehtiyac olacaq, daha çox maddiyyata ehtiyac olacaq, daha çox zaman bizə alacaq bu. Bu önəmli faktordur. Zamanında düzgün yanaşma. Vəfa xanım, 3 növünün deyəsən qeyd edədiniz. Bizə zəhmət olmasa onları açın və onlar nə deməkdir? Disleksiya deyilin, diskalkuliya və nəsə dediniz? Disqrafiya. Disqrafiya. Qrafiya. Disleksiya, oxuduğunu anlama, hərfləri, səsləri birləşdirmə, oxuda çətinliklər, qarışdırmalar, heca əlavə etmə, hərf əlavə etmə və yaxud uydurma, oxuda uydurma, bir də görürsünüz, sözün son hecasını uydurur və yaxud son hecasını yeyir və yaxud oxu sürəti çox aşağıdır. Yəni, oxuda müəyyən problemlər disleksiya sahəsinə aiddir. Diskalkuliya qeyd edəndə aritmetik bacarıqların öyrənilməsində çətinlik, hesablama, toplama, çıxma, vurma, bölmə, bu kimi riyazi əməllərdə, öyrənməkdə, ifadə etməkdə, məsələlərdə tətbiq etməkdə böyük çətinliklər yaşayır. Misal üçün, mənim hal-hazırda da çalışdığım şagirdlər var ki, 3-cü sinifdə oxuyur, amma biz hal-hazırda 10 dairəsi toplama çıxmanı sadə riyazi bacarıqlardayıq. Çünki bu vaxta qədər müəllimlər ona belə deyim də, öyrədə bilməyib mi deyim, yoxsa uşağın yolunu tapa bilməyiblər, yoxsa valideyn düzgün yanaşmayıb. Hər hansısa bir problemdən, hər hansısa bir düzgün yanaşmamaqdan uşaq artıq bu səviyyədədir və biz bundan irəliyirik. Yəni 3-cü sinifdə də olsa 1-ci sinif səviyyəsində biz irəliyirik.
Və sizin qeyd etdiyiniz disqrafiya adından da göründüyü kimi qrafa, yəni burada yazı bacarıqlarının mənimsənilməsində çətinlik. Oxunan yazında birbaşa əlaqəsi var. Yəni oxuduğunu yazmaq və yaxud sizin qeyd etdiyinizi imla şəklində yazmaq və ya öz fikrini, şifahi nitqini yazılı şəkildə göstərmək və yaxud xətalı yazı ola bilər, oxunaqsız yazı ola bilər. Ümumiyyətlə yazını mənimsəməmək, yazıda çətinlik, asta yazı, yəni bir çox əlamətləri var. Yazıya aid problemlər disqrafiya, oxuya aid problemlər disleksiya və hesablama aid problemlər isə diskalkuliya sahəsi altında sadalanır. Mən hal-hazırda ingilis dil dərsləri həm də tədris edirəm. Bir neçə dərsim var. Və tələbələrin bir qismində bu xüsusiyyətlərin fərqinə varmışam bəzilərində. Oxuduqları sözləri cümlənin içinə siz dedikcə ağlıma gəldi. Ya söz önləri artırırlar, ya sözləri artırırlar. O yoxdur əslində orada. Belə bir şey. Ya da kəsirlər, ya artırırlar. Bir də uydurma dediniz. Onu bir tələbəmdə görmüşdüm. Hekayəni demişim ki, bəs danış görüm orada nə baş verir. Görüm gedir, orada olmayan bir şeylər də var. Bilmədim necə daxil eləyim o hissəyə. Şifahidə uydurur. Şifahidə uydurma ola bilər. Yəni öz söz ehtiyatından istifadə edərək cümləni müxtəlif şəkildə qura bilər. Yəni əlaqəsiz formada uydurma. Yəni bunun uyğun məntiqli davamı gəlmirdi hekayənin. Baxın, bu ingilis dilində deyirsiniz ola bilər. Bəlkə sözü düzgün tapmır, yerləşdirmir ola bilər. Amma disleksiyanın belə deyim də sizə dili yoxdur. Disleksiya hər bir dildə disleksiyadır. Yəni öyrənmə çətinliyidir. Uşaq rus da olsa, ingilis də olsa, Azərbaycanlı da olsa yenə öyrənmə çətinliyindən əziyyət çəkir. Yəni bir hərfi, misalı, yazını öyrənməkdə çətinlik çəkir. Yəni adı üstündə öyrənmə çətinliyidir. Amma əlbəttə ki, oxuda uydurma varsa və ola bilər bir məqamı mən xatırladım, məcazilikdə çətinlik çəkirlər. Disleksiya, məcaziliyi anlamaqda. Mənim yadıma gəlir ki, elə qeyd eləmişkən onu da qeyd edeyim. Mənim oğlum diskalkuliyalıdır və mən artıq 17 yaşı var da, illər əvvəl, hansı ki onun 5 yaşı olanda mən bunun fərqinə varmışdım ki, 5-6 yaş olanda bunun öyrənmə çətinliyi uşaqda fərqlənir, sinif yoldaşlarından fərqlənir. Mən özüm bir müəllim kimi ona dəstək ola bilmirəm, özümü yetərsiz hiss edirdim. Artıq 1-ci, 2-ci sinifdə görürdüm, yox, geri qalır. Halbuki müəllimi də sinifdə ona müsbət, yəni sağlam mühit yaradırdı, öyrədirdi qəşəng. Mən özüm də ona fərdi mütəxəssis kimi, yəni xüsusi pedaqoq kimi dəstək göstərirdim. Amma o zamanlar disleksiyadan bu qədər də məlumatım yox idi. Mənim diqqətimi cəlb elədi oğlumda xüsusi öyrənmə çətinliyi. Ki, niyə mənim oğlum digərləri kimi öyrənə bilmir? Və mən bunu araşdırdıqca bugünə qədər gəlib, yəni bir disleksiya mütəxəssisi kimi xüsusi öyrənmə çətinliyi olan uşaqlarla çalışıram. Və orada mən məcaziliyi nəyi xatırlatmaq istəyirəm? Oğlumu bilmirəm, 2-ci, 3-cü sinifdə oxuyurdu. Mən oğluma bildirdim ki, dəcəllik eləmişdi, dərsləri də geri qalırdı. Mən oğluma belə bir ifadə işlətdim ki, oğlum, papağını qabağına qoy, yaxşı-yaxşı fikirləş. Və otaqdan çıxdım, daxil olanda gördüm ki, oğlum həqiqətən də papağını qarşısına qoyub belə düşünür. Bir ana kimi əlbəttə ki, pis oldum, dedim. Niyə mənim övladım, yəni bu sözü biz evdə çox işlədirik də, yəni gündəlik işlətdiyimiz sözlərdən, ifadələrdən biri ola bilərdi. Yəni bunu anlamalıydı. Həmin anda bilmirəm uşaqdır da, yəni məcazilik. Sonradan mən fikir verdim ki, himcimdə də, jestikada da bu uşaq çətinlik çəkir. Yəni məni anlamaqda, harada ki bir məcazilik var, harada ki bir jestika var, mimika, nəysə ona ima eləmək istəyirsə, bunu anlamaqda çətinlik çəkir. Bu disleksiyanın ana əlamətlərindən biridir. Və ondan sonra mən üzərimə daha bir aşırı yük aldım ki, mən bunun üzərinə getməliyəm. Elə öz oğlumun əlindən tutaraq disleksiyaya qədər gəlib çatdım. Və fərqinə vardım ki, disleksiyanın yaranma səbəblərindən, siz sualı verdiniz, mənim sualım biraz şaxələndi. Yaranma səbəblərindən dolayı fərqinə vardım ki, mən özüm də valideyn kimi disleksiya əlamətləri daşıyıram. Çünki disleksiya özü həm genetik, həm sosial faktorlardan yaranır. Hansı əlamətlər var idi sizdə Vəfa xanım? Mən özüm də diskalkuliyadan, məsələlərdən, hansı ki, bəzi məsələlər var idi, orta məktəbdə mən xatırlayıram, mən onları anlamaqda çətinlik çəkirdim. Öyrənə bilmirdim, yox. Öyrənirdim, amma biraz uzun yolla, çətin yolla. Mənə alternativ izahlar lazım idi, sxem, qrafik lazım idi ki, mən bunu anlayayım. Belə çətinliklər yaşamışam. Amma özümü ifadə etmədə, oxuda, yazıda heç bir çətinliyim olmayıb. Yüngül, səthi disleksiyam olub. Amma oğlumda bu 2 qat özünü göstərmişdi. Hal-hazırda 17 yaş var, universitetə hazırlaşır. Yenə də riyaziyyatda çətinliyimiz var, amma ingilis dili, Azərbaycan dili yüksəkdir.
Sırf riyaziyyatda yenə də çətinliyimiz var, amma bununla bağlı biz çalışırıq, yəni. Bizim gücümüz nə qədər çatırsa onu, yəni sən mükəmməl yüksək bal toplamalısan deyə bir şey yoxdur. Onun gücü nəyə çatırsa, bacardığı qədər çalışır. Müəllimi də bu haqda məlumatlıdır və bu şəkildə və uşağın özü fərqində olmalıdır ki, mən disleksiyalıyam və bu kimi problemlər məndə niyə olur? Bu çox vacib bir faktordur. Bir uşaq disleksiyalıdırsa, uşağın bundan həfif şəkildə xəbəri olmalıdır. Yoxsa mən hərfi qarışdırıram, niyə başqaları kimi deyiləm, niyə qarışdırıram? Mən məsələni niyə öyrənə bilmirəm? Niyə mən sözləri düzgün yerində işlədə bilmirəm? Kimi fikirlər yaranır və uşaq özünü yetərsiz, özgüvənsiz hiss eləyir. Bu bilsə ki, bu disleksiyanın bir parçasıdır. Mənim əlim, qolum, gözüm kimi, barmağım kimi, bu mənim bir üzvümdür və mən onu qəbul edəcəm. Və disleksiyanın korreksiyası da elə buradan başlayır qəbullanmaq. Valideyn də bunu qəbul eləməlidir, müəllim də qəbul eləməlidir, uşaq özünü qəbul eləməlidir. Bu ən sonrakı etapdır ki, cəmiyyət bunu qəbul eləyəndə zaten uşaq da bunu qəbul eləmiş olacaq. Rəfə xanım, dediniz ki, məktəb mühitində, məsəl üçün, öyrənməyə başladıqdan sonra daha asandır. Bilmək ki, bunda ehtimalı ola bilər də disleksiyanın və ya diskalkuliyanın və ya disqrafiyanın təkrarlayın ki, axırda qalsın. Bəs məktəbdən əvvəl valideyn onu necə görə bilər? Bir ikisini dediniz əslində məcazi fikirləri anlamaqda çətinlik yaxşı nümunə idi. Məktəbə qədər dövründə, məktəbə hazırlıq dövründə ümumiyyətlə disleksiyanın əlamətlərini bir 3 hissəyə bölürük. Məktəbə qədər, ibtidai sinif və yetişkinlərdə disleksiya əlamətləri. Məktəbə qədər dövrə gəlsək, bizim əlamətlərdən ümumiyyətlə nə qədər çox məlumatımız olsa, bir o qədər çox bizdə fərqindəlik yaranar. Məlumatlı olaraq ki, aha, bu əlamət disleksiyanı bizə xatırladır. Mən hər zaman təlimlərdə də müəllimlərə deyirəm. Nə qədər bacarırsınızsa, o qədər əlamətləri, əsasən də ana əlamətləri özünüzdə depolayın. Bunları özünüz üçün qeyd edin. Çünki biz uşaqdan, valideyndən anamnez toplayanda, diaqnostikaya valideyn gələndə mən əlamətlərdən dolayı və müşahidələrimə əsasən şübhə edirəm ki, disleksiyadır. Məktəbə qədər əlamətlərə gəlsək, məktəbə qədər əlamətlərdə əsasən birincisi ümumiyyətlə disleksiyanın ana xəbərçisi, ana əlaməti nitq gecikməsidir, nitq ləngiməsidir, yetərsiz nitqdir, yetərsiz söz ehtiyatıdır, yaşına görə söz ehtiyatının az olmasıdır və yaxud sintaksis cəhətdən cümlənin düzgün qurulmaması. Uşaqlar cümləni belə deyim də qarışıq qururlar. Mübtədanı xəbərin yerinə, xəbərin mübtədanı yerinə, kəsik-kəsik cümlələr. Valideynin başa düşəcəyi dildə danışır, amma valideyn dildə danışır. Bu nitq məsələsinə xüsusi diqqət yetirmək lazımdır. İkinci məqamda uşağın özünü ifadə etmə bacarıqları, özünü necə ifadə edə bilir. Belə qısa ipucuları verə bilərəm ki, buradan izləyicilərimiz izləyəndə də bizdən praktik məlumatlar əldə edə bilsinlər. Misal üçün, nitqlə bağlı mən müəllimlərlə də danışanda bunu xüsusi vurğulayıram. 1 yaşlı uşaq bir sözdən ibarət cümlə qurmağı bacarmalıdır. Al, ver, gəl, al. Sadə cümlələr. 2 yaşlı uşaq artıq 2 sözdən ibarət cümlə qurmağı bilməlidir. Su ver, alma al, mənə bax kimi cümlələr qurmalıdır. 3 yaşlı uşaq artıq 3 sözdən ibarət cümlə qurmalıdır. Ana, su ver, ata, mənə bax, baba, alma al kimi. Artıq 4 sözdür və daha çox 5 yaşlılar 5, 6, 7 sözdən ibarət cümlələr qurub fikrini bildirməlidir. Bu varmı bir uşaqlarımızı müşahidə eləməliyik və bu sözlər doğru şəkildə ifadə olunurmu, yoxsa hansısa bir formada valideynin başa düşdüyü dildə ifadə olunurmu? Bu da əsas faktordur. Demək ki, məktəbə qədər dövrdə məhdud nitq, yetərsiz nitq, özünü ifadə etmə bacarıqlarında zəiflik, koordinasiya problemi, yəni uşağın tez-tez yıxılır, tez-tez göyərir, bir stəkan suyu mənə təmiz çatdıra bilmir. Bu stəkandan suyu bu stəkana boşalda bilmir. Yəni, əl-göz koordinasiyası zəifdir. Bax, bunlara biz diqqət etməliyik. Və eyni zamanda yön qavramlarında irəli, geri, yuxarı, aşağı, sağı, solu, disleksiyanın ana xəbərçilərindən biri də, ana əlamətlərindən biri də yön qavramlarını öyrənməkdə çətinlik, mənimsəməkdə çətinlik. Və məktəbə qədər dövrdə əsas əlamətlərdən biri də rənglərin öyrənməsində çətinlik və ardıcıllıq. Ardıcıl, misal üçün sarı, qırmızı, yaşıl uşağa göstərir, bunu sən də ardıcıl. Alma, armud, misal üçün nar. Uşaq bu ardıcılığı yadında saxlamaqda, bunu təkrarlamaqda çətinlik çəkir və rəngləri qarışdırmaq, rəngləri öyrənməkdə çətinlik də məktəbə qədər dövrün əsas əlamətlərdən biridir. Ümumiləşdirsək, məhdud tip bacarıqları, koordinasiya pozuntusu, özünü ifadə etmə bacarıqları, rəngləri öyrənməkdə çətinlik və yön qavramlarını mənimsəməkdə çətinlik
məktəbə qədər dövrə xas əlamətlərdir. İbtidai dönəmə xas əlamətlər isə artıq biz məktəbə qədəm qoyanda akademik uğursuzluqlar başlayırıq yaşamağa və buradan valideynlərin fərqinə varır ki, mənim uşağım belə aktiv uşağı idi, özünü də ifadə eləyirdi, hər şeyə diqqətli idi falan filan bu kimi fikirlər bildirirlər, amma məktəb dövründə sinifdən geri qalır. Özgüvəni olan uşağın özgüvəni aşağı düşür. Məktəbə gedəndə özgüvənli idi, həvəslə gedirdi, dərsə istəyi var idi. Dərsə istəyi düşür, özgüvən əksiliyi yaranır, akademik uğursuzluqlar baş qaldırır, oxuyu, yazı, hesablama çətinliklərini çətin mənimsəyir, öyrənə bilmir, sinifdən geri qalır və 3-cü sinif ibtidai dönəmdə disleksiyanın tam özünü göstərmə sinifidir. 3-cü sinifdə artıq tam aşkar edə bilirik ki, bu disleksiyadır. Ümumiyyətlə, disleksiyanın diaqnozu, təsdiqi 7-8 yaşında qoyulur, uşaq psixiatrlar tərəfindən qoyulur. Burada bizim əsas diqqət elədiyimiz məqam niyə 7-8 yaşdır? Çünki oxu, yazı, hesab bacarıqları bu yaşa qədər artıq tamamlanmış olmalıdır. Yəni, oxu, yazı bacarıqları olmalıdır. Və nə dərəcədədir, necə zəifdir? Bunu artıq xüsusi testlərlə, mən də diaqnostikalarda yoxlayıram, xüsusi testlərlə, Paterin testləri ola bilər, diqqət yaddaş testləri ola bilər, özünü ifadə etmə testləri ola bilər. Yoxlayırıq ki, uşaq sinifinə, yaşına görə necədir? Hal-hazırda uyğundurmu, yoxsa pedaqoji dəstək doğru verilməyibmi? Baxın, biz qarışdırırıq, disleksiyanı qarışdırırıq siniflər arası boşluqla və akademik baxımsızlıqla qarışdırırıq. Bunlar fərqli-fərqli şeylərdir. Ola bilər valideyn disleksiyadan şübhələnir, amma uşağa pedaqoji baxım düzgün verilməyib. Bu disleksiya deyil. Və yaxud müəllim, və yaxud valideyn, və yaxud hansısa bir faktorlar olub ki, uşaq dərslərindən geri qalıb. Bu akademik uğursuzluq yaşayıb, siniflər arası boşluğu var. Və disleksiyanın digər problemləri necə qarışdırır? Disleksiyada korreksiyaya başladığımız zaman biraz ləng gedir işlər. Amma digərlərində daha tez gedir. Siniflər arası boşluğu varsa, izah eləyirik, mənimsəyirik, izah eləyirik, mənimsəyirik. Amma disleksiyada belə deyil. Mənimsəməyə də bilir. Və bizdən daha çox enerji tələb eləyə bilər. Əlavə resurslar tələb eləyə bilər. Audial, vizual, praktiki, hər tərəfli giriş eləməliyik. Uşaq özü hansı yöndən istəyirsə oradan öyrənməlidir. Vəfa xanım, bir yetişkin, böyük insan, 18 yaşını keçmiş insan xüsusən necə müəyyənləşdirə bilirik ki, bu insan disleksiyalıdır yoxsa yox? Bəxtən çalışırım özümə bilən diaqnoz qoyum. Yox, buna hələ tələsməyin. Hardan biləm ki, mənim disleksiyam var yoxsa yox? Diskalkuliyam var yoxsa yox? Əlbəttə ki, yetişkin disleksiyalıların da əlamətləri var. Əsasən yetişkin disleksiyalarda özgüvən əksiliyi, özünə hörmətin aşağı olması və əlbəttə ki, akademik uğursuzluqlar özünü göstərir. Nə qədər, öncə də qeyd etdiyim kimi, nə qədər erkən yanaşsaq, daha uğurlu vəziyyətə gətirə bilirik, daha uğurlu gələcək təminatı verə bilirik uşağa. Əgər 18 yaşına qədər uşağa dəstək, baxım göstərilməyibsə, uşaq ümumiyyətlə disleksiyadan xəbərləri yoxdursa, amma uşaq özünü yetərsiz, özgüvənsiz, özünü ifadədə çətinlik, cəmiyyətə yararsız bir şəxs kimi hesab eləyirsə, bunlar əsas əlamətlər sayılır. Yenə də əlavə olaraq sağı, solu qarışdırma, koordinasiya pozuntusu, tez-tez əlimdən düşür, qırıram, dağıdıram, yəni yol gedərkən ayaqlarım sanki bir-birinə dolaşır. Bax, bu əlamətlər, koordinasiya əlamətləri yenə də yetişkində də özünü göstərir. Yenə də mən sağımı, solumu qarışdırıram. Mən müəllimlərlə çalışıram, müəllimlər deyir, ay Vəfa müəllim, bu məndə həqiqətən var, mən hələ də sağım. Mən deyir, bilirəm, sağımı da bilirəm, solumu da bilirəm. Sadəcə məndə bu donmalar, qarışdırmalar çox olur. Baxın, bu əlamətdir. Əsasən disleksiyalı yetişkinlər də xüsusi bir belə bir hal var disleksiyada. O Yerdəki Ulduzlar kinosunda da var. Xüsusi bacarıq, immunitet bizdə formalaşır. Biz özümüzü akademik cəhətdən göstərə bilməsək də hər hansısa bir sahədə daha uğurlu göstərə bilirik. Yəni disleksiyalılar uğursuz olacaq, uğurlu gələcəyi olmayacaq deyə bir qavram yoxdur. Əksinə daha uğurlu ola bilərlər. Çünki bəs neyniyək? Necə? Düşünək ki, var bizdə bu problem, yetişkin insanı. Bunu həll eləmək olar, yoxsa elə qəbul eləyək ki, məndə bu var da, neyniyim? Baxın, biz öncə disleksiya təlimində mən müəllimlərə də deyirəm. Disleksiya təliminin, disleksiyanın ilk məqsədi bizdə nədir? Disleksiyanı tanıyaq, yanaşma şəklimizi bilək və korreksiya edici təlimə başlayaq. Biz tanımasaq disleksiyanı, ona necə yanaşacağımızı bilməyəcəyik. Belə götürüm də, ümumi bir fikir kimi bildirim. Mən sizi tanımasam
və yaxud siz məni tanımasınız, mənə necə müraciət etməlisiniz, necə yaxınlaşmalısınız, necə münasibət bəsləməlisiniz, biz bunu bilməyəcəyik. Yəni sərhəddimiz olacaq hər zaman. Tanımadığımız insanlar. Standart bir yanaşma yoxdur ki, hər kəsdə istifadə edə biləcəyimiz bir metod yoxdur. Xeyr, ümumiyyətlə disleksiyanın korreksiyasında standart bir vəsait, standart bir metod yoxdur. Uşaqların problemləri, əlamətləri bir-birindən kəskin şəkildə fərqlənə bilər. Digər uşaq gəlir, misal üçün, hal-hazırdakı uşaqlarımdan, pasiyentlərimdən danışım, diqqət əksikliyindən, anlama qavramadan çətinlik çəkir, amma riyaziyyatı çox əladır. Uşaq var ki, oxudan çox böyük əziyyət çəkir, anlama qavraması çox qəşəngdir amma. Dinləyib anlama qavraması qəşəngdir, amma oxu sürəti, oxu problemləri yüksək səviyyədə özünü göstərir, yəni çətindir. Uşaq da var ki, oxusu da, yazısı da, hesablaması da, hər şey qaydasındadır, amma uşağın özgüvəni çox aşağıdır. Özünü ifadə eləyə bilmir, özünü olduğu kimi göstərə bilmir. Bu da disleksiya əlamətidir. Bu, əsasən yetişkinlərdə özünü göstərir. Gəlib 8-ci sinifə qədər, hal-hazırda da elə bir pasiyentim var, 8-ci sinifdə oxuyur. Düzdür, sinifinə görə geri qalıb, 1-5-ci sinif səviyyəsində qalıb. Uşağın valideynin məndən istədiyi əsas şey özünü ifadə eləyə bilsin. Dost tapa bilmir, sosiallaşa bilmir. Bax, bunu öncədən vurğulamadım. Sosiallaşmada bu məktəbə qədər dövrdə də çətinlik çəkir. Məktəb dövründə də çətinlik çəkir. Yetişkin disleksiyalarda sosiallaşmada çətinlik çəkir. Tək oynamaq istəyi, özünə qapanma, dost tapmaqda çətinlik. Bax, bu kimi problemlər özünü göstərir. Bu, xüsusən də yetişkinlərə xas bir əlamətdir. Özgüvən əskiliyi, sosiallaşmada zəiflik, özünə hörmətin aşağı olması, yön qavramlarının qarşısında akademik uğursuzluqlar da demək olar. Rəfə xanım, təxmin elədim ki, mənim övladımda disleksiyanın bu növlərindən birinin əlaməti var. İlk müdaxilə nə olur? Mən nə etməliyəm valideyn kimi? Əgər uşağın, yenə də qeyd edirəm, məktəbə qədər dövründə valideyn məlumatlıdırsa, məlumat toplayıbsa, bilirsə ki, artıq bu disleksiya əlamətidir, gələcəkdə uşaq öyrənməkdə çətinlik çəkə bilər və ilk öncə bir mütəxəssisə müraciət etməlidir ki, uşağın həqiqətən mi disleksiya şübhəsi var. Və ola bilər ki, təkcə oxunun, yazının, hesablamanın korreksiyası yox, burada loqopedik problemlər özünü göstərə bilər, psixoloji problemlər özünü göstərə bilər. Yəni, ümumi terapiyaya ehtiyac duya bilər və onu xüsusi qeyd etmək istəyirəm ki, buradan valideynlər də eşidirsə, məni dinləsin. Çünki disleksiyalı uşaqları qrupda yox, fərdi, xüsusi pedaqoji və psixoloji dəstək lazımdır. Psixopedaqoji dəstək lazımdır ki, uşaqların akademik uğursuzluqlarını aradan qaldıraq. Psixoloji və akademik uğursuzluqlarını aradan qaldıraq. Burada xüsusi pedaqoqun dəstəyə ön plana çıxacaq. Və eyni zamanda da əgər varsa psixoloji, loqopedik və digər problemləri də aradan qaldırmaq mütləqdir. Müəllimlərin də dediyiniz ki, təlimlərə getdikcə maraqları var. Bu sayədə məktəblərdə sizcə vəziyyət necədir? Kifayət qədər müəllim qoşulurmu? Məlumatlıq nə dərəcədədir? Bu sualı biraz məni düşündürür. Deməzdim ki, çox pis vəziyyət var. Deməzdim ki, çox əladır məktəblərdə vəziyyət. Çünki müəllimlərlə çalışdığım qədərilə müəllimlərin haqqına girə bilmərəm. Təlim alan müəllimlər kifayət qədər çoxdur. Bir şagirdinə görə təlimə qoşulan müəllim var. Sırf ki, mən o uşağa dəstək olmaq istəyirəm. Və yaxud müəllimlər var ki, heç ümumiyyətlə stereotipləri qırmaq istəmirlər, qəbul etmək istəmirlər, öyrənmə çətinliyini tənbəlliklə hələ də etiketləyirlər. Uşağın tənbəldir, məsuliyyətsiz valideynsən. Rahat versiyada o deyəsən. Bəli, məsuliyyətsiz valideynsən, uşağın tənbəldir, düzgün yanaşmırsan. Halbuki müəllimin də özünün bir fərqindəlik yaşaması lazımdır ki, mən nə edirəm? Mən ümumiyyətlə disleksiyadan xəbərim varmı? Əlamətlərinin xəbərim varmı? Uşağa düzgün mən yanaşırammı? Çox təəssüf ki, bu baxımdan ürəyim doludur. Amma dəryada bir damla qədər olsa da, müəllimlər artıq xüsusi öyrənmə çətinliyinə ciddi şəkildə yanaşırlar. Əsasən hansı müəllimlər? Xüsusi pedaqoq kimi, psixopedaqoq kimi fəaliyyət göstərən, repetitorlar, kurslarda işləyən müəllimlər və eyni zamanda dövlət məktəbində və xüsusi özəl məktəblərdə çalışan müəllimlər də qoşulur, sinif müəllimləri də qoşulur. Bu o deməkdir ki, bir müəllim, bu çox gözəl bir şeydir əslində, bir müəllim disleksiyadan xəbəri olursa, bir sinifə görə nə qədər təsir olacaq, nə qədər valideyn məlumatda olacaq. Bizim təlimlərdə müəllimlər əsasən təlimi alırlar və bunu iclaslarda valideynlərə də bildirirlər. Demo təlim versiyasında valideynlərə də keçirlər və bu çox gözəl bir şeydir. Yəni, vəziyyət qənaətbəxşdirmi, yaxşıdırmı, bu haqda mən artıq danışsam uzun çəkəcək. Ona görə ümid edirəm ki, fikrimi sizə çatdıra bildim. Vəsaitlərlə bağlı hansı vəsaitlərdən istifadə olunur, kifayət qədər vəsait varmı bununla bağlı?
Mən bunu öncədən qeyd etmədim. Disleksiya mütəxəssisi kimi əlbəttə ki, mənim də öhdəliyimə düşən müəllif kimi bir vəsaitim var. Xüsusi öyrənmə çətinliyində oxu korreksiyası üçün Disleksiyanın hədiyyəsi adlı bir vəsaitdir. Burada oxunun təməlini qoymaq, ardıcıl şəkildə uşağı oxuma səviyyəsinə gətirib çatdırmaq, oxuyub anlama, dinləyib anlama, yaddaş, diqqətini möhkəmləndirmək üçün korreksiya edici vəsaitdir. Amma bu yöndə uşaqlara bir vəsait yox, bir neçə vəsait lazım ola bilər. Əsasən diqqətini mərkəzləşdirmək üçün vəsaitlərdən istifadə edə bilərlər. Məntiqi təfəkkürünü yüksəltmək üçün vəsaitlərdən istifadə edə bilərlər. Yəni rəngarəng alternativ, audial, vizual, praktiki nə varsa uşağın probleminə uyğun bir vəsaitlər seçib istifadə etmək lazımdır. Yəni eyni vəsait digər uşağa istifadə olunmaya da bilər. Aydındır. Rəfə xanım, Bəli. uşaqlar üçün yaxşı bu sahədə yaxşı mütəxəssisi necə seçək? Mən gedəndə hardan bilim ki, bu yaxşı mütəxəssisdir, düzgün insan aparmışam uşağıma? Bu çox çətin sualdır. Bu yöndə mən səmimi fikirlərimi bölüşəcəm sizlə ki, valideyn olaraq birinci biz valideyn kimi özümüzü tanımalıyıq. Çünki mən uşaqlardan çox valideynlərlə çalışıram və uşaqları bizə gətirən valideynlərdir. Bəzən valideynlər uşağın probleminin fərqində olurlar və anında uşaqlarını da götürüb gedə bilirlər. Çünki bilirlər ki, məsuliyyət artacaq və valideyn kimi bir çox fərqindəliklər yaşayırlar. Bəzən də olur ki, valideyn öz üzərində başlamağa çalışır. Hətta olub ki, valideyn ixtisası müəllimdir, uşağının disleksiyasını bilib və bu yöndə özünü puxtələşdirib hazırda disleksiya mütəxəssisi kimi də çalışır. Yəni burada valideyn mütləq ki, müdaxilə keçməlidir, uşağa dəstəyi keçməlidir. Bu yöndə artıq aşkarlaya bilər uşağın irəliləyişindən, uşağının dünənindən bu günə necə addımlayır. Yəni biz disleksiyada bildirdik ki, zamana ehtiyacı var. Amma yenə də hər bir halda valideyn izləməlidir. Ən azından bu həftə necə idi, növbəti həftə necədir? İrəliləyiş nə dərəcədə var? Yəni heç irəliləyiş yoxdursa, bu artıq bir siqnaldır. Bəzən illərlə uşağı qrup dərslərinə və yaxud fərdi dərslərə aparırlar, amma irəliləyiş yoxdur, bildirirlər ki, uşaq öyrənməkdə çətinlik çəkir. Xeyr, öyrənmə çətinliyi çəkən uşaq ən azı müəyyən mütəxəssisin qeyd etdiyi vaxtda artıq müəyyən A nöqtəsindən B nöqtəsinə gələ bilməlidir. Mütəxəssis bunu uşağa verməlidir. Mən uşağa qəbul edəndə əsas problemini uşağın müsbətlərini, mənfilərini qeyd edirəm. Əlbəttə ki, müsbətlərindən fokuslanaraq mənfilərini korreksiya edirik. Valideyn mənə sual verir. Bu düzələcəkmi? Necə olacaq? Əlbəttə ki, mən ona bildirirəm ki, bugün misal üçün deyirəm, ayın 17-si, 18-idirsə, biz 5 seans sonra görüşəndə müəyyən problemlər artıq aradan qalxmalıdır. Yəni gözlə görüləcək qədər aradan qalxmalıdır. Bunu mütəxəssis artıq özü qərar verir ki, mən bunun öhdəsindən gələcəmmi aradan qaldırmağa, yoxsa gəlməyəcəmmi? Valideyn də oradan artıq öz qeydlərini götürməlidir ki, aradan qalxırmı, qalxmır. Əlbəttə ki, burada valideynlə müəllimin birliyi mütləqdir. Yəni valideyn, şagird, müəllim üçbucağı vacibdir. Hər bir şeyi də mütəxəssisin üzərinə yıxmaq olmaz. Valideyn faktoru çox önəmlidir. Biz seans zamanı korreksiya edib, evdə valideyn şiddət göstərirsə, evdə valideyn düzgün yanaşmırsa, istər psixoloji, istər pedaqoji mühiti sağlam deyilsə, ümumiyyətlə uşaq sağlam mühitdə deyilsə, korreksiya əlbəttə ki, ləhq gedəcək. Bir tərəfli danışmaq istəmirəm, yəni burada hər tərəfli bir yanaşma var. Bilmirəm, sualınıza nə dərəcədə düzgün cavab verə bildim. Siz suala cavab verdiniz və verdikcə də mənim bir səhnə gözümün qabağından keçdi. Uşağa qüsurlu, düzəldilməli olan bir insan kimi ya da ki, və ya bir canlı kimi baxırlar. Məsələn, mən bir neçə gün əvvəl bir yerdə oldum, uşaqla ünsiyyət quranda. Bizdə qızım azdan çoxdan danışır və onların uşağı biraz daha böyük idi və danışmırdı. Çox üzr istəyirəm ifadəmə görə, nənəsi və anası qayıtdı ki, görək bizim dəli nə vaxt danışacaq. Bəli. Çox pis oldum və mən çıxanda dedim ki, yəni uşağa belə bir formada yanaşma qətiyyən şey deyil, düzgün deyil. Yanaşma çox vacibdir, yanaşma çox önəmlidir. Belə bir şey var ki, problemi birbaşa onda gör və məsuliyyəti tamamilə uşağın üstünə atır. Bəs mənim rolum burada nədir? Nə edə bilərəm? Yanaşması yoxdur. Bu müəllim kimi də belədir. Biz müəllim olaraq, mütəxəssis olaraq bir neçə universitet bitirə bilərik. Bir neçə
müəllif, kitab müəllifi sahibi ola bilərik. Yəni uğurlu bir şəxs ola bilərik. Amma bizim yanaşmamız nə qədər düzgündür, nə qədər doğrudur. Biz uşaqla, ümumiyyətlə uşaq psixologiyasını nə qədər dərindən bilirik və yaxud bildiyimiz tədqiqdə tutalım bilirik. Düzgün yanaşa bilirikmi? Bildiyimizi düzgün tətbiq eləyə bilirikmi? Və yaxud biz valideynik. Mən özüm də 4 övlad anasıyam. Mən ana olaraq mənfilərimi, müsbətlərimi, doğrularımı, yanlışlarımı fərqindəyəmmi və bunu inkişaf etdirmək istəyirəmmi? İndiki dövrdə gənc analar çox şanslıdırlar deyə düşünürəm. Çünki hər bir problemi araşdırıb dəstək olmaq olar. Amma biz bunu istəyirikmi, yoxsa mütəxəssisin üzərinə atırıqmı? Yəni burada yenə də deyirəm, sizin də qeyd etdiyiniz kimi 2 tərəfli, 3 tərəfli, ümumiyyətlə cəmiyyət olaraq, məktəb olaraq, valideyn olaraq, mütəxəssis olaraq və uşaq kompleks bir yanaşma getməlidir. Mən çox təəssüf ki, bir neçə gün öncə də öz pasiyentimdən də qeyd eləmək istəyirəm. Uşağa mən özgüvənini qaldırmağa çalışıram, oxunu korreksiya edirik və uşağa tapşırıq vermişəm evə ki, sən bunu sərbəst eləyə bilərsən. Və uşaq da bilir ki, bəli, mən bunu sərbəst eləyəcəm. Anamdan, valideynlərimdən dəstək istəməyəcəm. Deyirəm, aferin sənə. Yəni uşaq artıq özünə bir məsuliyyəti alıb və bunu ona xoş gəlir, özgüvəni də qalxır. Və evə gedib nə olsa yaxşıdır. Valideyn israrla sən o tapşırığı məndən eləməlisən, sən hələ tək tapşırıq eləmək qabiliyyətinə sahib deyilsən. Uşaq da israrla bildirib ki, mənə müəllim deyib ki, bunu sən tək elə, mən bunu tək eləyə bilirəm. Və əlbəttə ki, anası ona orada şiddət göstərir. Bunu valideyn mənə etiraf eləyir. Mən bir mütəxəssis kimi əlbəttə ki, bütün əməyimizin boşuna getdiyini, bir neçə seans, artıq 7-8 seansdır gəlmişik, müəyyən A nöqtəsindən B nöqtəsinə gəlib çatmışıq və valideynin bu cür yanaşması hər şeyi məhv eləyir. Və mən təzədən onun üzərinə nəsə yığmalı oluram. Əlbəttə ki, valideyn yanaşması çox vacibdir. Bunu bir valideyn kimi bildirirəm ki, valideyn yanaşması mənim oğlum, mən valideyn kimi oğlumun disleksiyasının fərqində olmasaydım, bugünkü gündə o özünə hörməti var, özünün güvəni var, öz problem həll etmə bacarığı var və məsuliyyətlərinin fərqindədir. Bu valideyn yanaşmasından dolayıdır, valideynin məlumatda olmağından dolayıdır. Burada valideynlər belə səhv başa düşməsinlər ki, biz onların üstünə məsuliyyət. Əlbəttə ki, onların özlərinə də məxsus, belə deyim də, haqları var. Amma bu o demək deyil ki, biz sizin də qeyd etdiyiniz kimi bu dəli nə vaxt düzələcək, bu tənbəl həmişə belədir, bu dərs oxumur, bundan heç nə olmayacaq. Biz özümüz etiketləyirik və uşaq o qəlbin içində özünü komfortla hiss eləyir. Mən dəliyəm, mən tənbələm, məndən adam olan deyil, mən oxumayacağam, mən heç vaxt düzəlməyəcəm və bunu etiketləyir özünə. Və biz də deyirik ki, sən düzələcəksən. Sonra da qaydırıq deyirik, tutarsız valideyn tipi də. Yox, sən düzəlməlisən. Sən dəli deyilsən ki, ağıllısan. Axı dünən dəli demişdin sən ona. Artıq onun beynində etiketlənib o qalıb elə, şuur altında yerləşib. Belə bir şey var, deyir ki, uşaqlar böyüklərin onlara dediklərinə inanırlar da. Yəni nə desən onu da qəbul edirlər. Desəm ki, sən ağılsızsan, uşaqlar böyüklərin gözü ilə dünyaya baxırlar. Siz diqqət eləsəz, bir uşaq bir səhv eləyir, tutalım bu suyu dağıtdı, dərhal anasının gözünün içinə baxır. Görüm anam nə, əgər ana əsəbləşsə, o özü də qorxacaq. Bir suyu dağıtmaq onun üçün bir faciəyə çevirəcək. Amma ana desə ki, o narahat olma, heç bir problem yoxdur. Yəni indi silib təmizləyək, gəl birlikdə bunu silib təmizləyək desə, artıq uşaq problemə bu cür fokuslanacaq. Belə bir deyim var, bəli. Uşaq valideynlərin gözü ilə dünyaya baxır. Valideynlərin problemi necə həll eləyir? Valideynlərin ümumiyyətlə müsbət fikirlə yanaşır cəmiyyətə, yoxsa mənfi fikirlə yanaşır? Yəni valideynlərin gözü ilə baxırlar və çox təəssüf ki, həyatlarını da o cür alırlar. Aydındır. Rəfa xanım, son olaraq. Bəli. Bu müsahibə ərzində sizə sualların içində vermədim. Amma siz onu istəyirsiniz ki, valideynlər və yaxud da uşaqlar, elə mənim kimi yetişkinlər, müəllimlər eşitsin. Son olaraq nə demək istəyirsiniz sizi izləyənlərə? Mən çox gözəl sualdır. Bu suala görə də sizə təşəkkürümü bildirirəm. Mən əsasən onu qeyd etmək istəyirəm ki, öyrənə bilməyən uşaq yoxdur. Öyrədə bilməyən valideyn və müəllim var. Və bunun altından da xətt çəkərək qeyd edirəm. Təcrübəmdə də artıq 15 illik təcrübəmdə də görməmişəm ki, hər hansı bir oxu çətinliyi, yazı çətinliyi, hər hansısa bir öyrənmə problemi yaşayan uşaq gəlsin və öyrənməyib getsin. 22 yaşında oxuya bilməyən qızı mən oxutmuşamsa, 15 yaşında oxuyub öyrənə bilməyən oğlanı mən oxutmuşamsa, 3-cü sinifdə ümumiyyətlə oxusu olmayan bir uşağın oxunun təməlini qoyub, yazı bacarıqları formalaşıbsa və illərlə də üzərində işləyib bu olmayıbsa, deməli ki, bu mümkündür. Amma necə? Buradan valideynlərə də, müəllimlərə də,
xüsusi pedaqoqlara, psixoloqlara, yəni uşaqlarla yaxından çalışan, obyektiv uşaq olan bütün insanlara səslənirəm ki, uşağı öyrətmək üçün ilk növbədə uşağın ortaq marağını tapmaq lazımdır. Ortaq marağını. Dərs sistemini elə qurmaq lazımdır ki, birinci növbədə sağlam mühit yaranmalıdır. Uşaq özünü olduğu kimi ifadə etməyi bacarmalıdır. Təzyiqsiz, təsirsiz mən uşağa müdaxilə edeyim. Uşaq özünü mənə tam göstərə bilsin. Və onun maraq dünyasını tapmaq lazımdır. İstər valideyn kimi, istər müəllim kimi, istər də fərqi yoxdur, mütəxəssis kimi, cəmiyyətdə uşağa nəsə dəstək, müxtəlif sahələrdən olan biri kimi. Uşağın ortaq marağını, əgər uşaq otağa daxil olub hər hansısa bir əşyadan və yaxud bir stəkan sudan, bu nədir sudur? Gəl biz təlimimizi sudan başlayaq. Doludurmu, boşdurmu? Stəkan böyükdürmü, kiçikdirmi? Salfetkanın sağındadırmı, solundadırmı? Yəni dərs tipimizi onun maraq dairəsinə uyğun qurmağı bacarmalıyıq və burada valideyn, müəllimlər çəkinməməlidir. Valideyndən dəstək ala bilər. Sizin uşağınızın ortaq marağı nədir? Ən çox nəyi maraqlıdır? Ola bilər uşağın musiqiyə çox böyük marağı var. Ritm terapiyasından dərsimizi qura bilərik. Ola bilər rəsm bacarıqları maraqlıdır. Art terapiyadan, rəsm analiz texnikalarından istifadə edib uşağı tanıya bilərik. Yəni burada kompleks şəkildə bir yanaşma, valideyn, şagird, müəllim və uşağın ortaq marağının tapılması. Maraq olan yerdə öyrənmə baş verir. Necə ki, sizin marağınız var ki, bugün gəlmişsiniz, müsahibə alırsınız. Mənim də bu yöndə marağım var ki, gəlmişəm sizə müsahibə verməyə və çəkiliş eləyən bəyimiz də çəkiliş edir. Onun da hansısa bir marağı var ki, maraq olarsa inkişaf var. Yəni, maraq dairəsini tapmaq çox vacibdir. Vəfa xanım, çox sağ olun. Çox təşəkkür edirəm, mən minnətdaram dəvətiniz üçün. Nə qədər izləyən olacaq, paylaşsın. Çünki disleksiya elə mövzudur ki, nə qədər çox bilsək, o qədər uşaqlara, yeniyetmələrə və yetişkinlərə dəstək olmuş olaraq. Təşəkkür edirəm gəldiyinizə görə, vaxt ayırdığınıza görə. Çox sağ olun. Sağ olun.